Dostlar salam, necəsiniz, nə var nə yox. Növbəti ağlayışımızı sizə təqdim edirik. Deməli bu dəfə daş yox, bu gördüyünüz termo ağlaydı. Yəni bunu da kim istəsə ən yüksək səviyyədə həyata keçiririk. Gördüyünüz bu evin üzü ağlaylanacaq. Üzü yox, daha doğrusu aşağısı, bir də pəncərə kənarları görürsüz. Əvvəlcə belə mata çəkilir. Binderlə yuduq, hamısı yuyulub. Və işin gedişatını izah edirəm. Yuyulub, mata vurulur aşağısına ki tutum möhkəm olsun hansı ki. Və buradan başlayırıq işimizi. İndi başlamağa, daşlarımızı qoymağa belə panellərdir. Evi nəmdən, soyuqdan, istidən qoruyur. Belə bir şey. İndi işin gedişatında növbəti etapları göstərəcəm sizə. Uşaqlar gəldik, deməli işə baxaq. Görək. Gördüyünüz kimi demək olar ki yekunlaşır. Hələ bir gün, ikinci gündür iş gedir. Yəni iş bu qədər sürətli olur. Baxın, belə gözəl karnezi. Bu batan yerlərə fikir verməyin, bu sonra təmizlənir. Baxın belə. Pəncərə qıraqları da qalxacaq axıra kimi. İstidən, soyuqdan, nəmdən qoruyur. Baxın. Pəncərə qıraqlarımız, sokol karniz. Beləliklə iş davam eləyir, gördüyünüz kimi. İndi ekranda çəkəcəm, paylaşacağım sizlə. Baxarsınız. Bura baxın, qapının qıraqları, pilləkənin qıraqları səliqəli şəkildə yığılıb. Əziz dostlar, deməli gəldik yenə işimizə. Burada iş bitib, gördüyünüz kimi pəncərələr rəngləmə prosesi başlayacaq. Deməli aşağısı baxın, bu ağla hissə, bir də pəncərə kənarları olacaq ağ rəng. Divarımız, evin divarı olacaq göy rəng. Rənglərimiz də burada hazırdır, alınıb. Görürsünüz, bura bu rəng, divar. Burada bu da ağ rəngimiz vurulacaq bura. Bu da işin yekun halı. Rəngləndi belə. Yəni bu divarımız qalıb, bu da yekunda olacaq. Bir də buradan göstərim. Belə gözəl, möhtəşəm bir iş. Termo ağlay və rəng.